Salam dostlar, AliExPro kanalında bir əşyanın tarixi videosuna baxırsınız. Bugün sizə işıqforun tarixindən danışacağıq. AliExPro TV bizim əyləncə və oyun kanalımızdır. Hər birinizi abunədə görmək bizim üçün xoş haldır. Abunə olun dostlar. Artıq yollarda işıqfor görmək adi haldır. Lakin 1868-ci ilə kimi yollarda işıqfor olmayıb. Bu fikir John Pickney'nin ağlına gəlib və ilk işıqfor 1868-ci ildə Londonda Britaniya parlamentinin yanında qoyulub. İşıqforda iki ox işarəsi var idi, dayanmağı və asta sürməyi bildirən. Qaranlıq düşəndə isə işıqforun üstündəki fırlanan qaz fanarı qoşulurdu. İşıqforun önündə onu idarə edən polis mütləq olmalı idi. Yanvarın 2-si 1869-cu ildə qaz fanarı partlamışdı və idarə edən polisi yaralamışdı. Avqustun 5-i 1914-cü ildə Clevelanddə 4 yolda Amerikan İşıqfor şirkəti James Hobb'un icad etdiyi elektrik işıqfor quraşdırırlar. Onun iki rəngi var idi, qırmızı və yaşıl və hər dəfə rəng dəyişəndə xüsusi siqnal verilirdi. İşıqfordan biraz aralı balaca budkanın içində işıqforu idarə edən polis otururdu. 1920-ci ildə işıqfora üçüncü rəng əlavə edildi və hamımızın çox yaxşı tanıdığı qırmızı, sarı, yaşıl rəngli işıqforlar New York'a və Detroit'ə quraşdırılmışdı. SSR-də ilk işıqfor 1930-cu ilin yanvarında Leningrad şəhərində quraşdırılmışdı. Bu videonu sona kimi izlədiyiniz üçün çox sağ olun dostlar. Kanala abunə olub videolara like qoymağı unutmayın.